Baxırıq 29-cu suala. Burada belə bir şərt qoyulub. A mol ferrum eski, yəni pirit, 1 mol sulfidin yanmasından 14 mol SO2, yəni kükürt qazı əmələ gəlir. Altta da şərtsə qoyubdur ki, A + B bərabər olur 9-a. Və bizə nə istəyir? X-i müəyyənləməliyik. X-imiz nədir? B mol piridin və A mol sulfidin yanmasından əmələ gələn SO2, yəni kükürt qazının mollarının cəmi. İlk olaraq biz bilməliyik ki, 1 mol piridin yanmasından neçə mol kükürt qazı, yəni SO2 əmələ gəlir. 1 mol piriddən, ferrum eskidən əmələ gələcək nə qədər? 2 mol SO2. Bəs yaxşı, 1 mol sulfiddən nə qədər SO2 əmələ gəlir? 1 mol SO2 əmələ gəlir. Biz bunu hardan bilirik? Bilirik ki, piridin tərkibində 2 mol kükürt atomu var. SO2-nin tərkibində 1 mol kükürt atomu var. Deməli, SO2 piriddən 2 dəfə çox əmələ gələcək. Zink sulfidin tərkibində 1 mol kükürt atomu var. SO2-nin tərkibində 1 mol kükürt atomu var. Deməli, birin nisbətində əmələ gələcək. Bu sadə şəkildə bu şəkildə yaza bilərik. Yaxud da uzun versiyası var, uzun reaksiya yazılır, qısa formada da belə həll etmək olar. İndi şərtdə deyir ki, A mol piriddən 1 mol zink sulfiddən. Biz bilirik ki, birinin 2 nisbətində gedir. Əgər A mol pirid götürülürsə, 2A qədər də SO2 qazı əmələ gələcək. 2A qədər də SO2 qazı əmələ gələcək. Bəs yaxşı, 1 mol zink sulfiddən nə qədər əmələ gələcək SO2 qazı? 1 mol SO2 qazı buradan əmələ gələcək. Onda onların ikisinin birlikdə cəmi bizə verməlidir 14-dür. Yəni 2A üstə gəl 1 bərabər olacaq 14-ə. Buradan A plus B-ni də şərtdə bizə veribdir ki, 9-a bərabərdir. Onda biz onu necə hesablaya bilərik? A plus B-ni əvəzləməklə. Burada qalacaq bir dənə A, yəni belə A üstə gələcək A plus B bərabərdir 14-ə. Bundan A plus B-ni 9-dan əvəzləsək, onda alarıq A bərabərdir 5-ə. Buradan belə bir nəticəyə gəldik ki, A bərabər oldu 5-ə. Bəs A plus B-dən də gəlsək, B-ni də taparıq ki, 4-ə bərabərdir. Aynen B-nin axı cəmi başda bizə verilir ki, 9-a bərabərdir. İndi keçək ikinci şərtdə. Axı bizdən X istəyir. X də bizə burada aynen B-nin yerləri dəyişib. B mol burada pirid götürüb, A mol zink sulfid götürüb. Onda B mol piriddən nə qədər kükürt qazı əmələ gələr? 2B qədər kükürt qazı əmələ gələr. A mol zink sulfiddən nə qədər əmələ gələr kükürt qazı? A mol da kükürt qazı əmələ gələr. Buradan bərabərdir. B-ni tapmışıq 4, A-nı tapmışıq 5. 2 dəfə 4-ün 8, 8-in üstündə 4, yox, 10 tapmışıq 5-ə. 5 gəlsək bərabərdir 13-ə. Cavabımız oldu 13. Все, bu qədər.